Prezident administrasiyasının sabiq rəhbəri hazırda ev dustaqlığında saxlanılan Ramiz Mehdiyevlə bağlı yeni məlumatlar var. Günün Sesi.info'nun əldə etdiyi xəbərə görə gecə saatlarında Mehdiyevin səhhətində ciddi problem yaranıb və onun yaşadığı ünvana təcili tibbi yardım çağırılıb. Mehdiyevin ailəsi dövlətin təcili tibbi yardım xidmətinə müraciət etməyib. Mehdiyev üçün özəl klinikalardan birindən həkim briqadası dəvət olunub. Həkimlərin ilkin tibbi müdaxiləsindən sonra Mehdiyevin vəziyyətinin stabilləşdiyi bildirilir. Xəbərə əsasən 86 yaşlı sabiq PA rəhbəri uzun müddətdir tənəffüs yolları ilə bağlı problemlərdən əziyyət çəkir və son günlər bu problemlər kəskinləşib. Qeyd edək ki, Ramiz Mehdiyev Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsi tərəfindən dövlət çevrilişinə cəhd və hakimiyyəti zorla ələ keçirmə ittihamları ilə cinayət məsuliyyətinə cəlb olunub. Onun barəsində Səbail rayon məhkəməsinin qərarı ilə 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.